Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, baş direktorun köməkçisi Viorel Qutu ilə görüşüb. Görüş zamanı nazir Azərbaycanda aqrar sahədə görülən işlərdən, o cümlədən iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin keyfiyyətli məhsullarla təchizatı və kənd yerlərinin inkişafı ölkənin aqrar siyasətinin əsas prioritetləridir. Qeyd olunub ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və qabaqcıl təcrübələri tətbiq etmək məqsədi ilə beynəlxalq təşkilatlarla, xüsusilə də FAO ilə əməkdaşlığa böyük önəm verir. Viorel Qutu öz növbəsində Azərbaycanla təşkilat arasında qurulan yüksək səviyyəli əlaqələrdən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, qlobal çağırışlar fonunda dayanıqlı aqroərzaq sistemlərinin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. FAO rəsmisi aqrar sahənin dayanıqlı inkişafına və peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini qeyd edib. Proqram çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub və aqrar sahədə yeni texniki əməkdaşlıq layihələrinə başlamaq imkanlarını müzakirə ediblər.